Buradan çəkirəm, paylaşıram. Bax, qoy hamı görsün. Bax, buradan 2 metrə yeri Qaz İdarəsinin müdiri gəlib kəsilib mənə vermir ki, keçim. Mənə deyir ki, öz başına eləsin, qapıya polis göndərəcək. Çatan polisdən danışır. Çatan polisdən danışır. Uşaq atasını güclü bilən kimi, bunlar da polisi güclü bilir. Mən pis söz demirəm burada. Mən deyirəm ki, İsmail rayonunun Qaz İdarəsinin müdiri Qasımov İlham Nəbioğlu. Gəl yenə padratçı gətir, buradan mənə 2 metrə əl qapılığı yol ver. Kəs bu qaz torbası. Mənə deyirsən ki, gətir rusum ödəginə. Rusum ödəməsən, öz başına padratçını aparıb kəsdirsin. Qapıya polis göndərəcəm. Bax, mən buradan deyirəm. Ya gəlib buradan mənə qaz torbasını kəsdirib yol verəcəksən, mənim həyətimə giriş olacaq, ya da yoxdur, sən Qaz İdarəsinin müdirindən mən bir bilginlə eşit. Sən polis deyirsənsə, mən birbaşa sənlə, bizimləsən ATV-yə gedib orada cəmaat eşdə, hətta bir dünya eşdə müraciət edəcək. Zəhmət çəksinlər, gəlsinlər mənə bu qaz torbasını kəssinlər, mənə yol versin. Buradan keçə bilmirəm, yıxılıram, gözüm görmür. Bax, belə pis vəziyyətdə. Deyirsən ki, gətir rusum ödəginə ki, nə qədər, ondan sonra padratçı göndərim, gəlsin o rusumu versin mənə. Yoxsa qapıya polis göndərəcəm. Hardan verim rusum? Yeməyə çörək tapmıram. Aç susuzam. 2 gündür çörək almağa pulum yoxdur. Pis vəziyyətdə qalmışam. İsmail rayonu nə Kamarxoz idarəsi, nə məşğulluq idarəsi mənə bir xadiməlik vermir. Xadiməliyi mənə çox görürlər, iş vermirlər. Aparırlar kişi xeylaqlarına küçə süpürtməyi verirlər. Pensioner kişilərə, qoca əl-ayağı yer tutmayanlara verirlər işi, süpürgə, yol süpürməyi, xadiməlik. Mənə çatanda deyirlər, yer yoxdur. Yəqin onların dayısı var, ya pul verib, rüşvət verib keçin, mənim imkanım yoxdur deyənə məni işə götürmürlər. Qoy bütün dünya görsün, pis vəziyyətdəyim, imkanım yoxdur. Rusum ödəməyə Qaz İdarəsinin müdiri də məni adamsız görüb, məni polislə hədələyir, 2 metrə gəlib bu qaz torbasını kəsib mənə bir əl qapılığı yer vermir ki, yol vermir ki, həyətimə keçim. Həyətim də açıq, pis vəziyyətdədir. Bax, belə səhərə kimi həyətdə də vaşaqlar oynaşır, çaqqallar oynaşır, süləyitlər oynaşır. Qorxudan da çölə çıxa bilmirəm. Budur mənim vəziyyətim. Deyəndə deyirlər, qərənfil keyfdədir, nə vecinə. Bax, budur mənim gördüyüm keyf. Budur, baxın, kim məni qınırsa, elə mənim görən gündən görsün. Bax, budur mənim yaşayışım. Pis vəziyyətdə bir dənə 2 metrəlik qaz torbasını kəsib buradan Qaz İdarəsinin müdiri mənə yol vermir. Məndən rusum edir, istəyir. Hardan verim mən rusumu, hə? Sən məndən rusum istəyirsən, hardan verim? Mənim səni kimi pulum yoxdur, vəzifəm yoxdur. Versin Kamarxoz İdarəsinin müdiri mənə işdir, məşğulluq versin, rusum ödüm. Yoxdur imkanım. Bütün imkanlı şəxslər mənə köməklik eləsin. Köməklik eləsinlər mənə, icra hakimiyyəti də köməklik eləsin. İmkanım yoxdur. Gəlsinlər bu qaz torbasını kəssinlər, mənə bir əl qapılığı yol versinlər. Birbaşa İsmail rayonu icra hakimiyyəti Nahid Bağırovdan kömək istəyirəm.